insan yaşasa belə, insan yaşayışını mənalandıracaq bir əsasa ehtiyac var. Peyğəmbərimiz bildiyiniz kimi Qureyş qəbiləsinin Həşim oğulları qolundan idi, dəyərli dostlar. Atasının adı Abdullah, anasının adı isə Əminə idi, Əminə anamız. Peyğəmbərimiz nə uzun idi, nə də qısa, orta boylarda idi. Nə çox kök, nə də çox arıq idi. Omuzları geniş idi, barmaqları da çox yapılı və uzun idi. Kirpikləri uzun idi, gözləri qara və qaşlarının arası açıq idi, dəyərli dostlar. Salam, dəyərli, çox hörmətli və əziz izləyicilər, əziz dostlar. Mən hər birinizi səmimi qəlbdən salamlayıram. Allah sizləri var eyləsin və Allah sizləri bərxudar eyləsin diləyirəm, dəyərli dostlar. Rəsulun izindən adlı bizim silsilə çıxışımızın artıq ikinci bölümündəyik. Birinci bölümdə peyğəmbərlik və peyğəmbərliyin missiyası haqqında əlimizdən gələn qədər məlumat vermişdik və bizim bugünkü çıxışımız da peyğəmbərimizin doğumundan etibarən olan həyat hekayəsi haqqında, həyat yolu haqqında biz danışacağıq. Yəni bugünkü çıxışımız əsasən bu cümə gününün çıxışı buna uyğun aparılacaqdır. Dəyərli dostlar, bunu deyə bilərəm ki, keçən çıxışımızda bu bir çox şəxslər həqiqətən də onlarda sual yaradıb. Onu mən cavablamaq istəyərdim. Sözümüzdə duraq. Bu sübhün çağında. Sübhünüz də xeyirli olsun. Mən keçən çıxışımızda belə bir şey dedim ki, insan əgər ki tövhidə və Allaha, dinə uyğun yaşamasa əslində o yaşamır. Yaşadığını zənn edir. Yəni təxmini belə bir cümlə işlətdim və bunun nəyə əsaslanaraq dediyimi isə mən qeyd etmədim. İndi isə qısa olaraq deyim ki, insan əgər ki dinə və Allaha, tövhidə uyğun şəkildə yaşamırsa, o yaşamır deməkdir. Nə mənada yaşamır? Yaş üstünə yaş gəlsə belə onun həyatının bir mənası yoxdur deməkdir. Yəni insan yaşı neçə, insan bir ildən bir, belə deyək də, ildə bir dəfə bir yaşı ilərləyir, belə deyək də, ildə bir dəfə bir yaş ilərləyir. Bu sanki günəşin, dünyanın günəşin ətrafında, belə deyək də, bunu indi belə açaq dəyərli dostlar. Mənim demək istədiyim bilirsinizmi nədir? Mənim demək istədiyim ondan ibarətdir ki, insanın bir yaşı, yəni yaş atlaması dünyanın öz oxu ətrafında, günəşin ətrafında bir dəfə dövr eləməsi deməkdir ki, bu da 365 günə bərabərdir. Mən onu demək istəyirəm. Bu da 365 günə bərabərdir. Yəni sən elə bil hər yaşa dolduqca dünya bir yaşında olur. Elə bil yəni sən 50 yaşında olmayıbsan, o dünya, yer kürəsi 50 yaşında olur. Mən onu demək istəyirəm. Bəs nə vaxt insan həyatı mənalanır? Nə vaxt insan həyatı gözəlləşər? O vaxt gözəlləşər ki, insan tövhidi, yəni tövhidin ətrafında çox gözəl şəkildə tövhid ətrafında dövr edərsə, necə ki, günəş dedik, biz Kəbənin ətrafında niyə dönürük? Elə bil biraz bundan da indi o sizə qalmış bir şeydə uyğunlaşdıra bilərsiniz. Yəni, insanoğlu tövhidə uyğun, Allah istəyən kimi yaşasa və Allahın və onun Peyğəmbər və Əhl-i Beytinin buyruqlarına görə yaşasa, bu zaman insanın həyatı mənalanmış olur. Yəni insan yaşasa belə, insan yaşayışını mənalandıracaq bir əsasa ehtiyac var. O da budur, dəyərli dostlar. O da budur. Tövhidə və Allah istəyinə uyğun şəkildə insan yaşasa, bu zaman
yaşamaq o yaşamaq olur, dəyərli dostlar. İndi bu mənim acizanə bir düşüncəm idi, çox hörmətli dostlar. Deməli, əziz peyğəmbərimizin doğumundan bu gün başlayırıq. Əziz peyğəmbərimizin doğumundan başlayırıq. Deməli, peyğəmbərimiz bildiyiniz kimi Qureyş qəbiləsinin Həşim oğulları qolundan idi, dəyərli dostlar. Atasının adı Abdullah, anasının adı isə Əminə idi, Əminə anamız. Və peyğəmbərimiz dünyaya gəlməmişdən əvvəl atasını itirmişdi. Və doğumu da Məkkədə və peyğəmbərimiz də Məkkədə doğulmuşdur. Rəbiül-əvvəl ayının 12-ci birinci günündə, yəni bazar ertəsi günündə bir çox hadisələrlə, nə hadisəsi, yəni bir çox fövqəladə hadisələrlə dünyaya gəlmişdir, dəyərli dostlar. Həzrəti peyğəmbərimizi, belə deyək, Həzrəti peyğəmbərimizi himayəsini onun babası olan Əbdülmütəllibə etmişdir və onun Həlimə adlı da bir süd anası var idi və anasının elə bil ki, ana bətnində olan zaman, belə deyək, yəni peyğəmbərimiz hələ doğulmamışdan əvvəl atası vəfat etmişdi. Doğulduqdan sonra isə 6 yaşında çox hörmətli anası vəfat etmişdir, dəyərli dostlar. Və Allah Rəsulu elə doğulduğu gündən etibarən çətinliklər, çilələr, belə deyək, və sıxıntıları dadmışdır. Yəni bu yetimlik, bilirsiniz, atası vəfat etmişdi, aclıq, məhrumiyyət və gələcək həyatında olan övladlarını itirməsi, yəni həyatı olduğu kimi çətinliklərlə olmuşdur, dəyərli dostlar, çətinliklərlə. Və peyğəmbərimiz həqiqətən də dediyimiz kimi onun açıqlamasını biz vermiş olduq ki, peyğəmbərimiz Qureyş qəbiləsinin Həşim oğulları qolundan idi və 571-ci ildə, yəni Rəbiül-əvvəl ayının 12-ci gecəsi, bazar ertəsi gecəsində dünyaya gözlərini açmışdı çox hörmətli peyğəmbərimiz və bundan sonra da onun həyat yolu həqiqətən də çox çətinliklərlə olmuşdur. Çox çətinliklərlə keçmişdir, dəyərli dostlar. Onun evliliyinə keçməzdən əvvəl onun bir şəmaili haqqında, yəni bir xarici görünüşü haqqında da bir məlumat verək. İndi biz peyğəmbərimizin neçənci ildə və nə vaxt doğulduğu haqqında məlumat verdik sizlərə, dəyərli dostlar. Amma indi isə mən peyğəmbərimizin şəmaili haqqında, yəni onun xarici görünüşü haqqında bir qısa məlumat vermək istəyirəm. Peyğəmbərimiz nə uzun idi, nə də qısa, orta boylarda idi. Nə çox kök, nə də çox arıq idi. Omuzları geniş idi, barmaqları da çox yapılı və uzun idi. Kirpikləri uzun idi, gözləri qara və qaşlarının arası açıq idi, dəyərli dostlar. Saçları nə çox qıvırcıq, nə də çox düz idi. Yəni saqqalı da bir tutamdı. Yəni təxmini indi bu qədər. Yəni bu iki barmaq, yəni bu qədər idi. Və buğday tənli olub, yanaqları da qırmızıca idi və onun o mübarək bədəni, indi biz müasir dildə parfum deyirik, parfum vurulsun, vurulmasın, çox gözəl, gül qoxarmış, dəyərli dostlar. Və bunu da deməmiz lazım gələrsə, dəyərli dostlar, indi mən bu məlumatları ki verdik, bizim buradan başa düşməli olduğumuz nə var? İndi bu gələcək
çıxışımızda evliliyi haqqında da qısa-qısa danışacağıq inşallah dəyərli dostlar. Və mənim demək istədiyim o idi ki, dəyərli dostlar, Peyğəmbərimizin təkcə bizə vermiş olduğu öğütlər, nəsihətlər, yəni hədislər yox, onun həyat hekayəsi də bizlər üçün bir dərs idi, dəyərli dostlar. Yəni burada nəyi görə bilərik, nə deyə bilərik, dəyərli dostlar? Mənim demək istədiyim odur ki, bizim əsas yer üzündə olan bütün nemətlər Allah'a zikr edir. İndi fərqli bir yerə giriş etdik. Ona görə də necə ki biz bir əşya və yaxud da bir şey satırıqsa, onun qarşılığında bir ücret alırıq da, bir pul alırıq. Onun qarşılığında bir pul alırıqsa, Allah bizə vermiş olduğu nemətlər qarşısında bizdən sadəcə olaraq 3 şey istəyir. Qeyd edin, bunu deyib bitirirəm bugünkü bölümümüzdə. Bizdən 3 şey istəyir. Nədir o 3 şey? 1. Zikir. 2. Fikir. 3-cüsü isə şükür. Zikir nədir? Yəni zikr etmək, bismillah çəkmək. Fikir, yəni yaradılmışlara təfəkkür etmək, Allaha həmd etmək bu. Şükür isə elhamdülillah demək. Yəni o əldə etmiş olduğun, yəni bu saysız hesabsız nemətlər qarşısında Allah bizlərdən sadəcə bu 3 şeyi istəyir. Bunlar isə zikir, şükür və fikirdir, dəyərli dostlar. Ona görə ümid edirəm ki, bura qədər hər şey sizə aydın oldu. İnanırsınız, bura qədər izləyənlər bilər. Həddindən artıq mən bilmirəm. İndi bu çox ağır bir məsuliyyətdir həqiqətən də. Fikir verirsinizsə, belə hər sözü deyəndə mənim içimdə bir qorxu yaranır ki, birdən səhv söz deyərəm. Çünki Peyğəmbərimiz haqqında biz nə qədər də yaxşı danışmağa çalışsaq, gözəl sözlər desək belə, o yenə də onun əzəməti və nuru qarşısında çox sönüb qalır. Dəyərli dostlar, ona görə məndə bir əlavə ekstra bir həyəcan olur həqiqətən. Ona görə buraxsi, onu mənə keçən çıxışda da dostlar dedi ki, belə həyəcanlısan, belə bəlli olur. Ona görə hər çıxışdan sonra bir oturub düşünürəm və çıxış zamanı da sözləri maksimum qədər o dilləri tarta, yəni ölçə deməyə çalışıram, dəyərli dostlar. Ona görə bugünkü bölümümüzü bitirirəm. Bizi izlədiyiniz və dinlədiyiniz üçün çox təşəkkür edirəm, dəyərli dostlar. Minnətdarlığımı bildirirəm. Bu mübarək cümə gününün sübhündə Allah bütün etmiş olduğumuz duaları, ibadət və itaətlərinizi öz dərgahında ən ali dərəcədə qəbul eyləsin. Gələn cümə günü görüşənə qədər sağ olun, özünüzə yaxşı baxın.